Mənim yaxşı ki adımdan Telegramda zaten nəsə çıxmayıb. Ya, qohumlar olur, gedirsən evinə, otursan bir tikə çaydan, çörəkdən, elə biraz söhbət edirsən, sonra bir dənə söhbət edir. İtin qanına döndərir adamı ki. Səni belənsə elə düzü bu verişi ya. İndi sizin sözünüzdən belə çıxır ki, sizin qədər məşhurlaşa bilmədiyinə görə toylara tamada kimi gedən aktyorlar səviyyəsiz, hörmətsiz sayılır. Məni şeyə salmıyor, xarca bunu vermə, efirə ya. Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır. Kim bunu məmadından çıxacaq? Bu düzəltmədir, montajdır. Tək səbir vaxtı aclıq idi, pul olmurdu. Amma onda daha yaxşı güldürə bilirdiniz. İndi biz neyniyək? Sizi ac saxlayaq ki, daha yaxşı işlər görəsiniz. Frankim bu nə sual idi ya? Yox, baxma da, bizə baxma. Bu nədir ya? Bu nə sual ya? Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Nemət Min Bərəkət, Rossmann, sərfəli qiymətə Alman keyfiyyəti, Bay Hollywood, Alfa Xrom. Okay. Qaqa bəndi bir alqışlayaq. Deyirlər zarafat hansı dildə olur olsun, amma onun gülüşü eyni dildədir. Bugün sizlə eyni dildə zarafat eləməyə və eyni dildə gülməyə gəlmişik. Gülüş həyatda olan problemləri qəti həll eləmir, amma onların altında əzilməməyə kömək olur. Ona görə üzünüz daim gülsün. Əziz Xəzər TV və Zarafat Bir Yananın tamaşaçıları. Bugün bazar günü saatlar 20:00-dır. Bu da deməkdir ki, ziyafətimiz tam hazırdır. Hazırdırsa onda Unibank'ın baş sponsorluğu ilə Zarafat Bir Yana başladı! Bugünkü qonaq İzzət Bağırovla İbrahim Tatlısesin innovativ sintezidir. Bəli. Mənim qədər də olmasa təhsilli aktyor, İstedadlı insan, onu çoxunuz Elməddin yox, Fərda yox, o biri kimi tanıyırsınız. qarşılayın hamının sevimlisi. Azərbaycan yumorunu öz çiyinlərində daşıyan 5 nəfərdən biri dostumuz Müşfiq Şahverdiyev. Ay Müşfiq, xoş gəlmişsən ay Müşfiq. Sağ olun. Əziz qardaş. Hoş günlərdə görüşək. Hə. Mən sizə Müşfiq baxmayacağım, bəy. danışacağım, ortaya danışacağım. Müşfiq bəy, siz yenə də bu dünyaya gəlsəydiniz, aktyor sənətini seçərdiniz. Frankim bu nə sual idi ya? Yox, baxma da, bizə baxma. Ay gedir, xahiş edirəm. Bu nədir ya? Bu nə sual ya? Sual xoşuna 85-ci gəlmir. ildə Müşfiqi qaytaraq, bir daha alqışlarla qaytaraq gedilməsin. Bəli, mən yenidən dünyaya gəlsəydim, Aktyor olardın. 100% aktyor olmazdım. Bəs hansı peşəni seçərdiniz Müşfiq bəy? Əgər yenidən dünyaya gəlmiş olsaydım, mən rəssamlığı seçərdim. Bəli. Bacarığınız varmı? Bəli, arada çəkirəm. Yox. Rəssamlığı da aktyorluq kimi eləyəcəkdinsə heç nə. Bəli, Müzafir bəy. Yaxşı, ya. Yaxşı. Mən bir dənə bir şey deyim. Qoy mən bir şey deyim də. Bu verilişə ikinci dəfə Gəlsəydiniz, ki, nə yox, bu verilişə biz təkrar qonaqlar çağırırıq. Şəxsən özü zəng elədi ki, xahiş edirəm verilişimizə məni yenə çağırın, yəni Mən? gündəmdə olun falan. Dostumuzdur, nə olsun? Yəni Müşfiqini Müşfiqin yerə salmadı, xahiş Hə. elədi. Gecə Hə. saat 3 idi, belə səsi də biraz əsirdi, belə. Hədə çörəkdir də, neyniyək? Yəni biz birimizə dəstək olmalıyıq. Bəli. Aa, Biz bəli. düşman Buyur, deyilik, buyur. biz dostuq. Hər şey pulla da qardaşım. Nə var ki Yox, burada? çox şey pullandı, hər şey Valla yoxdur. 5 manata verilişə gəlmək də bir iş deyil, amma Ya, mən bir dənə bir şey deyim sizə. Dinən. Əvvəllər belə bir şey deyirdilər, biraz vəziyyət korlanıb.
Hər küçədən keçən bu dəqiqə veriş aparır da, özü də götürmür də. Yo, özümüzə götürmürük. Hə. Hər tildən çıxan gəlir, nə bilim, aktyorluq eləyir, müğənnilik eləyir. Mən əvvəl pis baxırdım ki, niyə gənclərin qabağını kəsirsiniz, amma mən o sözlərə haqq verirəm. Düz deyirsən. Hə? Düz deyirsən. Və bəzi aktyorlar da var ki, yemək veriliş yapar. Aktyor ara, yemək ara. Yo. Bir də Əlixan sənə söz deyim. Müşfiq dedi ki, Hər kəsə salam olsun, yenə də ləzzət axtarışındayıq. Niyə keçəl aparıcı olsun da, bir dənə qurban olun sizdən. Bir dənə başı tüklü aparıcı yoxdur, bir normal. image. 3 məşhur adı çəkirəm. Jason Statham, Vin Diesel, Demə. Lenin! Əlixan Rəcəbov, Nicat Rəhimov. Lenin oturur rayınıza. Mən də indi bir dənə şey deyim də, üzrəm. Brad Pitt. DiCaprio. Angelina Jolie. Bunların müşfiqə heç bir aidiyyəti yoxdur. Robert De Niro'nun cavanlığı. Oxşayıram. Oxşur, yüngül var. Mən hətta mən Bakıya gələndə mən küçük əmrah dedilər, sonra bir şey oldu, ona görə deyirəm daha mən deməyin onu. Doğru da. O bir o iki söhbət var idi. dənə reklamlar çıxdı ki, onunla bağlı. Ya, Müşfiqi biz çox istəyirik. Zarafat elədi. Müşfiq bayaq Bura zarafat silirlər yoxsa mən, əmin bu. həqiqət idi bu. Dedi ki, hər küçədən keçən veriş aparır, amma hər küçədən keçən qonaq da dəvət eləmirlər də. Yox. Ya, Müşfiq bizim doğrudan da illərdir dostluq eləyirik. Bizim çox istedadlı dostumuzdur. Çox sağ olun. Bizdən tez-tez borca pul alıb, qaytarmayıb. Olur da, həm də həyatdır, insandır. Olur. Amma Müşfiq bugün gəlib, nə gəlib? Mən sənətə gələndə, yəni doğrudan cib telefonları hələ yox idi. Ay, sağ ol. Da yəni məsələn çəkməyə zərurət. Yəni siz iPhone 13-ün vaxtında gələn adamlarsınız da. Biz dostdur da, düzdür, dost kimi Elə söhbət. çıxır. Xatirə edəməz. Yox, nə deyirsən, dinlə, dostluq. Dostluqsan inciməz. Əlixan hörmət elədim oğlanda, məsələn, Əlixanın özü Ceres telefon gəlib çıxıb efirə də. Əlixan cavab ver. Bunu danmaq olmaz ki, düzdür. Bir telefona. Bir telefon. Necət? Sən Necət? özün barədə də deməyim. Bir kay nəzərlə gəlmişsən. Mən Vilka ilə gəlmişəm, qorxudum. Necət? Mən telefonla gəlmişəm, sən Vilka ilə gəlmişsən. Amma Müşfiq də tumurcuqla gəlib. Aça bildin? Pis vurdu mənə. Pis vurdu, hə. Sən bir tərəfim keydi. Özü bu tərəfə oxşayır. Mən bir tərəfim keydi. Ya, atsın bilsə, belə uşaqlar atsın da. Müşfiq, bugün sənin günündür. Bax, bugün bu verişdə ürəyin nə istəyir deyə bilərsən, nə istəyirsən eləyə bilərsən. Yo, doğrudan səni sevənlər də var bugün. Niftalı buradadır, Niftalını alqışlayaq. Ayağa qalx. Canavar Niftalı. Niftalı sevirik və onu yenə də dəvət elədik. Yüngül. Yo, yüngül nəsə var da, Niftalı. Hə? Nə var? İstedad. Var. Sözsüz. Sırf Müşfiq sənə görə gəlib, yəni hər verişə gəlmir, qəbul eləmir qonaqları. Aysa, yüngülük eləmə, otur. Və Niftalı universiteti bitirib, onu bildik. Amma universiteti bitirməyənlər var və universitetdən qovulanlar da var. Müşfiq, sən bunu yaxşı bilirsən. Nəyə gülürsən? Ha, Nizat. Mən Amma bir nəfər var. Səndən təzə barışmışdım. Səni. Doğruda, məni qınama. Sən özün bilirsən. Saçma qulağına Sən istəsə, Sənin bu dəqiqə o qulağındakını çıxardıb qoyacağım stolun üstünə. Kənan buradadır, Kənan burada. Xahiş edirəm. Alqışlayaq Kənanı. Kənan, o qədər gözəl insandır. Bizim Ehtilər serialı var. Bilirsiniz, bir aydır başlayıb Ehtilər serialımız. Kənan, səni ora dəvət edirik. Gələn həftə bizimlə Xızıya gedirsən, rayona, çəkilişlər verirsən. Baldız obrazında, bəli. Ya, Kənan o qədər istedadlıdır ki, Kənan Müşfiq bir səsi var, belə qəribə bir özünə məxsus tembri var. Hər gecə mənlə zəngləşir. Kənan, əyləş. Müşfiq, pulla gəlmirsən bugün, yoxsa pulsuz? Cibində nə qədər pul var? Çıxart göstər cəmaata. Biz aktyor adam, biz fəhlə adamlar, bizim cibimizdə nə olacaq ki? Niyə fəhlə olursan? İngil var. Sən o aktyorlardan deyilsən də. Yox, Sən bir dəqiqə. illərdir işləyirsən, qazanırsan. Telefon yox idi, sən var idin. Ay, Biz telefondan çıxan adamları. Sən bilirsən ki, bizim sferada bir dənə mənəm də, onun pulunu sayan, Ay, bilən sağ ol. nə deyir. Əvvəl işlərəm. Bilirəm hansı maşın sürürsən, harda ev almısan, Müşfiq. Ay necə, 40 ilin Müşfiqi deyib bu, 40 il. Müşfiq sənətdə olanda biz yox idik. Yox idik. Yox idik. Deməkdir ki, o deməkdir ki, nə? Sən 40 bizdən ilin daha çox pul sənətkarı. qazansan. Mənim gözəl qardaşlar. Aycan, Pul bizim
balansımızda oldu Murat. Yəni biz cibdə pul gəzdirmirik. Oy da pul balansımızda olur. Vur çıkta kamera. Qəşəng, balans. Müşfiq. Müşfiq nə olar? Müşfiq özünə gəl. Qəşəng. Oy da, çıxan bildim ha. Allah, bəs onu deyirəm değil mi? İndi Belə də şey lazım olsun. yaxşı. Keçək verilişimizin qayda-qanuna. Təbii ki, sən bizdən daha yaxşı bilirsən. Çünki dəfələrlə baxmısan verilişə, artıq ikinci dəfədə qonaqsan. Amma yenə də təkrar bilin hər şeydir. Suallar verəcəksən, o suallara cavab verəcəksən və verilişin sonunda biz müəyyən edəcəyik ki, Müşfiq səmimi idi yoxsa qeyri-səmimi. Səmimi isə göy işarələri qaldıracaqlar, qeyri-səmimi isə qırmızı işarələri və qırmızı işarə çox olsa Müşfiqin balansına pullar gedir. Göy çox olsa təbii ki, biz əlimizi cibimizə atıb bütün masaların hesabını bağlayırıq. Əlxan elə belə soruşmadı pulla gəlmişsən yoxsa? Balansdaq da. Yox, qoş, problem yoxdur. Post terimlarımız da var, ödəyərsən. Və ən əsası, hansısa suala cavab vermək istəməsən, həmin o masanın hesabını bağlamalısan. Məncə Müşfiq qaydaları tam bilir. Belə bilirəm qardaşım, amma Nə sual verə bilərsiniz ki, mən yox, masama nə bağlı? bilim, elə sual verər ki, nə onun şotun bağla, bunun şotun bağla, yox, get buranın işıq bulosunu bağla. Nə oldu? O bura gəlmişik xərcləməyə qardaşım, gəlmişik qonaq olmağa qardaş, sən süfrəyə gəlmişsən, hə? Pul lazımsa, bura mən zəng vurum, sən Yox, hesabda pul atsınlar. ömür boyu onun bunun hesabına yaşamısan. İlk dəfə gəl verilişdə bir əlvat cibdə. Sən hazırlayıram. Hə, o bombaları saxla. Piston var ha. Piston, hə. Bu danışıqdan bilinir ki, sənətə bu Instagramdan gəlib ha. Əvvəla hər kəsi salamlayıram. Sualım belədir ki, deyirsiniz ki, tək səbir vaxtı aclıq idi, pul olmurdu. Amma onda daha yaxşı güldürə bilirdiniz. İndi biz neyniyək? Sizi ac saxlayaq ki, daha yaxşı işlər görəsiniz. Siz burada bitki özünüz yemək yiyin. Bir normal özdə gəlin, bir normal bir danışaq. Amma acıqlı danışırıq ya sən. Yox, ac deyiləm. Normal danışırıq. Normal sualdır. Bilirsiniz, birinci razı deyiləm ondan. İndi biz o vaxtı daha yaxşı güldürdük, indi yaxşı güldürən biri. Şükür Allaha ki, o tempi qoruyub saxlamışıq. Amma bir dənə sizə səmimi, belə həm biraz zarafatyanı mı deyim belə, cavab verim ki, o vaxtı biz düşüb metronun qabağından 5 dənə pirəşkini alırdıq, otururduq, onu yiyirdik. Başqa görəcək bir işimiz yox idi, ancaq fikirləşirdik ssenari və ancaq səhnəyə çıxdıq, neynəyəcək, hansı improvizasiya, ancaq yaradıcı işlər. Biz o pirəşkinə bir dəqiqə yedin qutardın. Amma indi maşallah bolluqdur, krevetkasından tutmuş, meyvələrindən tutmuş. Bu bolluğun içində adam biraz bütün günü oturub yaradıcılıqla məşğul ola bilmir də. Amma mən sizə bir dənə sonda onu deyəcəm ki, o vaxtı şəhərdə pirəşki satan xalaların bizim yumor sahəsində böyük əziyyəti var, yəni böyük dəstəyi var. Nəinki Nicatla Əlxanın. Bu o deməkdir ki, xanımın dediyi düzdür. Sizi ac saxlamaq lazımdır Müşfiq bəy və pirəşkini tapıb vermək lazımdır ki, başlasın güldürməyə. Müşfiq, sən utanmadın o sözü mənə şamil elədin. Səni mən o boyda rayona aparmışdım. Bir kilok pirəşki verdilər ki, yolda ye gəlin. Hə? Onu niyə yaddan çıxartdın? Sənin o xatirə dediyin mənim həyatda travmamdır, qardaş. Məni bu adam məclisə aparıb. Ki, nə bilim, Ənkanın məclisinə, ki, orada qırğın, müsibət, quzunun biri orada kəsilir, biri orada. Gedəndə də paketin içində falan qədər, müşik. Kef elə, mənliydi, mən bilirəm də, müəllimi tanıyıram da. Müəllim də gedəndə bizi çağırdı ki, geçsin uşaqlar, yaxşı yol. Çağır o şoförü, dedi, müəllim, narahat olmayın, deyə çağır şoförü. Uşaqlar üçün yola 20 dənə pirəşki qoyun, yolda yeyərlər. Mən 6 saat özümü orada öldürmək, məclisi şənləndirmək, demək, gülmək, gedəndə 20 dənə pirəşki verdilər bizə. Hirsimdən onu, o boyda quzular yemiş, hirsimdən onu Bakıya qədər yedim artıq. Yox, Allah'ın da olsun, o boyda yeməyin üstündən. Müəllim uzaq görən olub da, bilir ki, pirəşkiyə sənin sevgin var. Yəni, pirəşki ilə... Bu pirəşkiyə güldürürsün, kabab versələr dağıdarı aləmi. Amma həmin vaxtı. Səni 40 gün qaranlıq bir otaqda saxlamaq lazımdır ki, döymək lazım. işıqsız falan. Və risk açsan bıraxdın, cəmaatı güldür. Ac-acına. Ac-acına. Mən sənə konum atacağım pirəşki yerləri, təzə açılır. At. Mən indi yeyirəm pirəşki. Harada gördüm, orada yeyirəm. Amma nəsə təsir eləmir yumora. Toplarla yeyirəm axı. Sən dedim, pirəşkin öz kuralları var. Məsələn, pirəşkini metrodan çıxıda ləzzət edib yemək, marşrutdan düşüb ləzzət edib yemək. Yəni indi X7-dən düşüb pirəşki 200 yemək minlik odur. maşından düşüb yemək. Müşfiq 200 minlik maşın sürür be ya. Mən bir sənə mən
açığı. Var da aktyorlar var ki 200 minlik maşından Kreditləndi düşür. yoxsa nağda almısan? Bırak Leasingdir, nəmə, ipotekadır, kredit nədir? saat, ipoteka bizlidir bura. Oo. 200 Bizdən nə? paçka sahib atı be. Nə, Olmaz koydun ki. stola, qaqa 2 saata buna formut. Şu. Hətta da pul balansı olanda belə olur. Balansda yox, deyir nağd vermişəm. 200 bu minlik. Allah balansını saxlasın Müşfiq. Bizim baş sponsorumuz olan Unibankdan Müşfiqə hədiyyələr var. Tez-tez səyahət eləyirsən, Tez-tez, səyahəti ümumiyyətlə sevirəm. sevirsən. Ha, çox dəli Əgər səsəm. sən səyahəti sevirsənsə, Unibankın sənə hədiyyəsi var. Aha. Əgər səyahəti sevirsənsə, birmənalı şəkildə bu kartlar sənə yol yoldaşı olacaq. Burada Unibankın Mastercard World Elite və Mastercard Black Edition kartları var. Bir dənə söhbətə qulaq as Müşfiq. 135-dən çox hava limanlarında, lounge zonalarında istirahət edirsən. Bu kartın vasitəsilə sadəcə olaraq bu kartın sahibisənsə, Aha. heç bir növbə gözləmədən keçirsən. O kartla? Bəli, növbə gözləmədən keçirsən, sən evdən hava limanından otelə kimi VIP maşın yola salır. Oo, nə gözəl. Ay kimsə səni yola salsın, heç kimə ağız açmırsan, sadəcə olaraq 7-24 işləyən WhatsApp və yaxud Telegram vasitəsilə botlara yazırsan, bota da ki bileti göndərəndən sonra onlar da sənə konserj xidmətidir. Onlar da sənə dəstək olurlar bütün suallarla bağlı və salam sən də yolu rahat gedirsən, heç kimə heç nə demək lazımdır. Ay nəmi, kimsə səni aparacaq eləyəcək, heç kimə ehtiyac yoxdur. Unibank olan yerdə. Məncə yaxşı Möhtəşəm. Süper. Elə mənə ən lazım olanlardan idi sənə demirəm bu kart. Müşfiq bəy, illərdir Azərbaycan incəsənətindəsiz. Tək səbirdən bu yana üzümüzü güldürürsüz. Bəli. Sevilib seçilən aktyorlarımızdansınız. Bir əli bizlə göstərə bilərsiniz. Sizin sənətiniz nə boydadır? Maraqlı sual. O əllə göstərmək olur onu. Nə boydadır? Bir əlimlə göstərim. Cahan boyda. Yo, o bir əllə dedi, o belə demədi. Bir əllə, əl. Bu qol. iki əldir. Yox, bu əl, qolu qatma da, əl. Ah, barmaqla. Ha, olsun. Ya, Müşfiq. Bax, mənim sənətim bax belədir. Siz mənim sənətimdən nəyi görmək istəyirsiniz ki? Yo, mən bilirəm sən Mən heç nəyi görmək istəmirəm, hər şey göz qabağındadır. Sən əllə göstərməz. Ya, bir əl. Ha, böyüdür. Şah plov gətirib. Əzəmət! Baba, əgər bir əldirsə, bu hara kimi gedir? Hara kimi gedir, bax belə, lap belə. Belə. Salka oynamısan da uşaqlıqda. Ala, mən bu sənəti lap belə zibil gününə qoydunuz. Ala, belə. Yaxşı, qoy sözlə desin. Nəysə də qardaş. Sözlə, Böyük bir yekə. sözlə. Yekə. İri buynuzlu. Əllə göstərənmirsiniz də. Yəni deyə əllə göstərsən balaca. Məsələn, nəsə göstərərəm, xoşuma gəlməz də. İndi başlayacağım. Onu deyirəm ki, əllə məncə yox, elə sözlə deyirəm də sənə də ki, çox belə ənkə. Belə də göstərə bilərsən də Müşfiq, belə. Sayılır bu. Sayılır, normal. Çox sağ ol. Sənə belə deyim də, mən gəl sözdən deyim. Bax, yaxşı, bir dənə üzr istəyirəm də. Sən bir dənə öz sənətini göstər bir əlimdən, görüm səndən nə boydadır. Bu boyda. Ələ, danışır da o Üç boydadır. barmaq boy. Lap da bundan onu gedmir də, bax budur, bax, axıra kimi. Ya, sən düz götürmürsən axı, maksimum Sən belə deyirsən, çəçələ ilə, bu ən uzun məsafə olur. Amma mən sənə deyim, yəni o hamı bilir, o boydadır sən sənətin. Yəni də burada nə var ki? Sən də göstər də. Göstər də, amma mən göstərdim bu boyda. Yaxşı Bu axıra qardaşım. kimi. Bax, əlimisi boyda. Belə. Bu boyda, belə. Bu boyda. Sənətiniz çox böyük. Səni narahat edən nədir qardaşım? Sənətin böyüklüyü. Həbsi o da deyil, böyüdür də sənətin. Yox, deyir mən narahat eləyəm, bunun sənətin böyüklüyü. Niyə böyüklüyü sən narahat edirsən? Sən yeri bir tutmuşam, nə eləmişəm? Bilim ki, böyüdür, kiçikdir. Amma sən neyvə lazımdır? Heç İllərin müşfiqi necə olmalıdır? həm də o sənəti böyütmək üçün işlər görmək lazımdır da qardaşım. Qardaşım, qane elədi sənə cavab, xahiş edirəm burada. Öpürəm səni qardaşım. Salamlayıram hər kəsi. Salam. Biz də Mən sizi Müşfiq salamlayırıq. bəy, sualım belə olacaq sizə ki, siz illər əvvəl tamada kimi toylara getmisiniz. Bəli, əlbəttə. Lakin sonradan bu fikrə qarşı gəlmisiniz. Demisiniz ki, yaxşı aktyor tamada kimi toylara getməməlidir. Çünki o bir müddət sonra gözdən düşür, adiləşir, heç bir səviyyəsi, hörməti qalmır. İndi sizin sözünüzdən belə çıxır ki, sizin qədər məşhurlaşa bilmədiyinə görə toylara tamada kimi gedən aktyorlar səviyyəsiz, hörmətsiz sayılır. Hə,
Qardaş bir dəqiqə yəni. Siz. Bir də. Ver cavabı, ver. Bırak ki, düşdüyü bırak. Aynı zat. Birinci ki, mənim adıma gələn danışmıyor, cəmaatı mənim üstümə şey Bu bir. eləmir. Yox, deyəm. Qoy. Mən istəyirəm ki, Müşfiq detallı şəkildə mən başa düşürəm. Sən bilirsən bu nəyə oxşadı? Bilirəm. Balansdakı Bəzi pulu həll adamların eləmir, belə qardaş. qohumlar olur. Gedirsən evinə, otursan bir tikə çaydan, çörəkdən elə biraz söhbət edirsən, sonra bir dənə söhbət edir. İtin qanına döndərir Hə, bilirəm, adamı ki. Asım. Mən nə qələt elə. Bayramdır, bayram. Niyə gəldim bunları daydım ya? Düz deyirsən. Sən belənsə elə düzü bu verişi ya. Yox, açıqlama ver. Mən harda demişəm toya gedən aktyor səviyyəsi yoxdur. Nə bilim. Yalandan mən Harda deyib? O Yox, qədər yox, yox. yerdə danışır ki, yadında deyil. Peraşçı Bayaqlar yeyəndə elə ilk sonra sözümdən təsdiqlədiniz də, dediniz bəli. Aktyora yaraşmır deyərəm. Yəni səviyyə zat nə deyə mən şeyə salmır, işə salmır. Hə, necə deyim? yaraşmır o Bəli, deyir də. demişəm ki, yəni yumor aktyoru toya gedəndə, məsələn mən efirdə gülməli tamada obraz oynamışam. Nə bilim, molla obrazı yaratmışam. Nə usta obrazı yaratmışam. Toyda görsən ki, içkili bir nəfər gəlir ki, "Adam, mən sən ölürəm də, mən ürəyimsin, sən bomba aktyorsun." Mən bax, bir dənə o quşlayan tamada var idi. Ha, onu elə də burada. Bir də o elə burada. O efirdə olan o başqa skeçdir. şeydir. Mən onu bu cəmaatın toyunda eləyib quşlasam, o mən nə edərlər orada? O cəmaat pul verir də, o pul Yox. verir elə də. Ala olmur axı. Bu orada başqa adamlar var, deyəcək ki, "Buna ağzına gələn danışır." Ondan sonra toyda mən molla obrazı necə oynaya bilərəm? Obrazlarımla müraciət edirlər filan bəsməkan. Onun üçün də deyirdim ki, yumor aktyoru toyda toy aparması daha yaxşı olur. Toy üçün aparıcılar var da. Məsələn belə qəşəng aparıcılarımız var da. Çıxsınlar toy aparsınlar da. Aktyor başqa şeydir. Aktyor səhnədə olmalıdır. Aktyor Otello, Bəh, bəh, bəh. Desdemona. Bəh, bəh. Desdemona aktrisadır. Hatta aktrisalar da deyirəm də. Mən bir Ha, şey, sən elə bir də restoran yox, bir adı şey deyirəm. deyim, bir şey. Oydu, tapıb gətir. Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır. Kim bunu mənim adımdan yazıb? Bu düzəltmədir, montajdır. Yox, Amma kim deyib? Ona öz əlimi də qaldırmışam ki, gedən də belə, nəsə. Orada əlimi də Nədir qaldırmışam. ya? Ala bu suni insidentdir. İşə Yox, salmasın indi da. bir şey var da. Müşfiqdir ki, mən deməmişəm. O aktyorlar səviyyəsizdir. Toy aparan falan. Müşfiqlə mən nəydə razıyam? Mən sənə deyim. Səni ora çağıram. Allah, mən bir də Nizam. Yox, zarafat deyil. Sizin üzə durmağınız var ha. Yəni şedevr. Yox, mən onu Hindi xanım dili gördüm. Mən onu deməm ki, görməmişəm. belə müsahibə verməmişəm. Bəlkə də oradan kimsə Ağzı səni sayıqlı olsun. şərləyib, kimsə sənin adından yazıb o müsahibə. Hada siz mənə bir dəstək olaraq deyin ki, qardaş müşfiqi Mən şəhidlər, sənin ay niyyətə- əziz xalqım. Mənim adımdan çağırdı. Yox, mən valla belə bir şey deməmişəm. Yəni toy aparmaq pis işdir. Toy aparmaq daha da pullu işdir, yaxşı işdir. Adam var ki, ayda bir 20 dənə toy var, min bərəkət, gözümüz də yoxdur. Toy aparmaq özü bir zülmdür. Veriş var ki, heç aparıcı verişini apara bilmir. Amma sırf toyda qırğın eləyir. Məsələn üçün Yemək verilişdə. Bir dənə sən söz yemək verişi. İşdirsən. Belədir ki, 5-6 min var, çıx işdi belə də. Nə var burada? Nə var burada? Belə də deyirlər. Belə də olurlar. Müşfiq bəy cavab verdi. Ətraflı, geniş. Qane elədi. Hardasa deməzdim. Çünki bəzi aktyorlar tanınmır elə də. Onların çörək pulusu tamadalıqdan çıxır ki, eləsinə tanınsınlar. Eləsinlər də mənim nəyimə lazım. Amma Mən deyirsiz nəsə axı deyim. o hörmətsiz görsənir və yaxud da ki, yaraşmır aktyora. O Ay deyir, qurban olum, komediya deməmişəm aktyorlar. beləsə bir şey. Komediya aktyorum deyirəm də, onu deyirəm ki, yaraşmır da, deyirəm. Məsələn, mən səhnədə gözəl obrazları yaradan adamı toyda bəh, eşq olsun, bəyimizə gəncim mən görmürəm. Yəni adiləşir. Normal haldır da, adiləşir də. Ha, indi kim necə başa düşə düşsün də, getmirəm, nə olur, getmirəm. Toya mən getmirəm. Qane elədi. Amma ola bilsin bu yaxınlarda getdim. Biraz sıxıntılarım var da ondan, hə. Bu 200 mində biraz kreditə zada getmişəm. Doğrudan, yeni maşın. Balans satır. Ay Müşfiq, mən sənə deyirəm də. Biraz altın da orada sürtə gedirəm bu Al son 2 ayda da. işdi, elə getsin də sənə. Aslında maraqlı toy apardım. Yəni heç kəs mənə toyda bu günə qədər deməyib ki, bu nə idi? Belə məclis aparmaq olar da. Yəni o şitliyin dibində. Onu qoyurdum orada. Qəşəng, deməkli, Özü reklam eləmə, çağırmayacaqlar. Mən Yo, niyə? sizə şey eləyəm. Deyir, axı getməyəcəm. Hə? 300 manat. Min, yüzlər qalan bir şey. Şey, arxamdan tuta bilmədi. Hə, cavab ver ona. Elə bir Instagram dili ilə isə 3K. Yaxşı. 3K. Təzə Avropadan təzə gəlib, qaralıb qardaşım birizə şəkillər falan. Amma sizə bir dənə bir şey deyim qardaşım. Siz elə adamlarsınız ki, var biraz da xətalı adamlarsınız. Mənim yaxşı ki adımdan Telegramda zətdən nəsə çıxmayıb. Ya, dolu Telegram xanımlarımız da var. ifşası Müşfiqlə bağlı.
Müşfiq Şahverdiyə bin özdə Telegramda videoları yayıldı. Hala kedin imtihandım oğlum burada. Göstər də, yox, göstər. Hadi yana. Bir dakika, sən sözün. Bu arada paylaşmışlar. Sənin mənim canıma and olsun, mən bilmirəm bu şeyləri. Mənim xəbərim yoxdur, bax indi görürəm. Ne videosu yayıldı? Ya deyən, hə, nə, bəlkə cırtdan klipdir, hə, nə yayılıb? Özdə burada bığlısan, indi bilməm neçənci ildir bu. O ərəfələrdə bir dənə bir gözün qabağını götür, haralara getmisən, neynəmsən? Bu hansı ərəfələrdir? Bir baxam. Müşəvvərdən Telegramı videoları yayıldı. Özü bığlı vaxtımda bu. Bığı nəyə saxlamışım? Telegram videoları. Siz adamın ürəyinə şübhə salarsınız. Ya Allah. Ha qardaş. Bilmirəm. Telegramda cəmaat bir dəqiqə zat videoları yayılır. Məndə yayılsa yarım saatda zat yayılır. Yarım saatlıq, hə. Ha, indi bu Bayaqdan danışıram, inansan, boğazım quruyub artıq. Belə yerdə nə etmək lazımdır? Bax, bizim burada xüsusi sponsorumuz var. Milli kolamız, bizim kolamız, Buz Kola. Buz Kola gəlsin, xahiş edirəm. Baba, Naxçıvan dağılan suyundan hazırlanan Buz Kola. Babam bunu içirəm. Xahiş edirəm, o da gəlsin. Buz Kola, aşk ve his edadı, serinlik gelir her nefeste. Buz Kola, buz gibi dadı, her kurtunda yeni hayatı. Buz Kola, seç bu anı, serinleştir her zamanı. Bax, bunu deyirəm, toyda belə şeyləri Ay, bir dənə keçirdi. Buyur. Müşfiq də oradan da İngilis dilini o qədər yaxşı bilir, mükəmməl. Baby, if you give it to me. Ah, you nigga, Oy da o illərin mahalı. Yes, yes. Əlxan bilməz uşaq Baby, olar. if you give it to me. Ay cala, I give getdi. it to me. I would again. You brought it, man. Baby, if you give it to me. I give it to me. I would again. You brought it, baby. When it comes to my bird, baby, you know. Qəşəng Yeah. Ay, istedad dolu insan. Bəli. Orada bir şey söz səhv dediniz cümləri. Iron Chorsiksiz çispik olar mı? Müşfiq. You the mother not. I do. Is the fuck Oh, what is getting eyes on the where to go? Not are you running? What are the 69 and the pip You in this puff puff. You fucking no not. Yes. I didn't want nobody. Do no, yo, baby, give it to me no. 60 cheese. Ah, Pepper cheese. cappuccino. Cappuccino. Bir dənə cappuccino Müşfiqə oradan xahiş edirəm. Ah, Xoş gəlmisiniz. Müşfiq bəy, əgər sizə 1 milyon manat Eləyər. ne ediyor? Ben Eləyər. Razıdır. sizə 1 milyon manat Bəli. versələr, Eləyər. Diyan görüm ne ediyor? Hala, yox, mən Müşfiqi tanıyıram, eləyər. Ara çevremde varsan ne bilsin ne ediyor? Ediyor. Elemərəm kardeşim. Eləyər. Ben ne diyor? Mənə bax, eləyərdir. Elemərəm də kardeşim. Fərqi yoxdur onun üçün. Yəni 1 milyon ver ona eləyəcəkdi. Nə desən 1 eləyəcək. milyon versəydilər, Amma eləyəcəkdi. Ay eləyər. Elemərəm. Müşfiq elə adamdır eləyər. Hala gel işine meşgul Sən nağd gətir onu, hər şey eləyər. 1 milyon elə bir summadır ki, ona hər şey eləyər. Elemərəm də. Eləyər. Bəlkə mən də eləyərəm, onu bilmirəm. Hələ indi bu nə deyir hələ? 1 milyon manat versəydilər, Eləyərdi. Ha, yaxşı. Eleməyəcəm qardaşım. əgər sizə 1 milyon manat versəydilər, hansısa 18 plus səhnəyə çəkilərdinizmi? Mərdəkanda bağ aldı, maşınını dəyişdi. Hər şey milyon elədi. balansındadır. Qapıda bizə. İndi mən bilsən, indi kimsə başqa aktyor olsa indi. Ay yox ha, bizim mentaldır. Nə deyərlər bizə? Ay yox ha, mən özümə sığışdırmaram zat. Amma aktyor o da qardaşlar. Nə var ki Ne burada? olar, nə var ki orada? Ola bilər. Normal 18 plus nə var orada? Amma bir dənə şey şərtlə ki, əlbəl, nə? Atacam, vönüvü ver, şirkət hesabında zadına. Bu işi görəndən sonra onun mənası olmur. Üzr istəyirəm, həmin şirkətin nümayəndələri buradadır. Verilişdən sonra görüşümdən tanışırlar. Almaniyadan gəliblər, yaxınlaşırlar. Səhnəndə versinə görüm mənim yüküm orada nə qədərdir. Adım İlkin Əliyev, 27 yaşım var. Harry Potter'ə oxşayıram. Harry Potterə oxşayıram. Həyat yaradıcılığım barədə Qoy xahiş edirəm, mən gəlim ora. Xoş gəlmisiniz. xoş gördük. Özünüzü təqdim edin.
Adım İlkin Əliyev Vüqaroğlu, 27 yaşım var, Bakıda yaşayıram. Bakıda yaşayırsınız. İxtisas nədir? Universitet ixtisasım Mən hiss edirəm hal-hazırda ki, o üzrə incə işləm. sənətlə məşğulsunuz. Nəsə sənətdir. Sənətdir, bəli. Yəni necə deyim, prodüser olaraq fəaliyyət göstərmişəm bir müddət. Bir müddətdə salonda işləmişəm. Avtosalon? Yox, gözəllik salonu. Gözəllik salonu. Qaynaq eləmisiniz? Nə ilə Nicata nə məsləhət görərsiniz? Qaynaq deyir. Onu mən şey necə qaynaq eləmiyorlar. Orada nəsə olmalıdır ki, qaynaqlansın da onunla. O belə 2 həftə gözdə Amma çıxacaqdan. necə sənə deyim ki, qardaşımız elə stil baxımından İranlı cərrahlara oxşayır. İranlı cərrah. Elxan Əlcaniyə məsələn belə deyim də. O, tanımıram amma. Yox. Sizin zövqləriniz çox oxşardır əslində. Sizin şalvarın rəngi ilə onun pencəyin rəngi, köynəkləriniz ağdır. Doğrudan ha. Siz Nicatı zövq baxımından necə dəyərləndirə bilərsiniz? Zövqsüz görürsüz, zövqlü görürsüz. Bəli, yəni bu gün zövqlü görürəm. Geyimin. Onda o siz askını çıxardın baxın bir daha. Xahiş edirəm, Müşfiqin kraskasının kodu neçə olar başındakı saçının kraskası? Rənginin Heç kodu. kimin, mənim Təxmini. 42 yaşım var. Yox, sən başa düşməlisən. Hamı mənə deyir bunu ki, başa kraska qoyursan. Ay oğul, siz tutmadınız. Siz tutmadınız mənə deyirəm. Hə. Demirəm siz kraska qoyursunuz. Saçının rənginin kodu nə ola Saçlarının bilər? rəngi qaradır. Bəh. Qardaşım, hamısı o paxıl dostlarım var belə, nə rəng qoyursun? A, qardaş, ağarmayıb. Bu rəngə hansı koddur? Bu rəng, kraska. Ha, Demirəm ki, qoymusan. Nədir, kod Yəni nədir? hal-hazırda demir də, qoymusunuz, istifadə eləmisiniz, amma 23. Aha, Mən demirəm, İndi mən kraska qoy onun başına baxın deyim, baba. Bax, Özünü Başa baxın. görsən orada. başa baxın. Yay vaxtı o Suraxanı tərəfdə o makler evləri oluruz. Həyətdə sap-sarı deyə həyətdə nə belə keçəl. Həyətdə bir dənə göy ot yoxdur. Quruyub Dostlar, da. Suraxanda yeni bir həyətimiz çıxdı satışa. Sotu 2500 manatdan. 250-dən 10 kilometr aralı. Yox, 250 min. 250 min. Beş nədir? Allah, mən bu həyətə vermərəm 250 min. Doğrudan desə. Nədir o? Bəlkə qazan zat Sap-sarı. gətirəcək. Mənim üçün o həyət evi dəyərsizdir qardaşım. Yəni bu dəyəri yoxdur. Yox. Yox, dəyərsiz, yəni onun heç bir Qiyməti yoxdur. qiymətlə. Ha, yəni bunlar bir-birinin başından desir səni. Olmadı ki. Müşfiq bəy, karyeranızda ayda kaş bunu etməzdim dediyiniz nəsə olubmu? Bu verişi çıxırıq oradan yoxsa Ən böyük uğurlarını soruşmur. Bu verilişi qatır. Aa, və eləməzdimi deyir ha. Ay sağ Elxan, alqışlayıram səni. Doğrudan mən nəyi eləməzdim? Məsələn, Nədir? film var, amma adını deməyəcəm də. Film var ki, deyirəm ki, kaş ki ona çəkilməzdim. Sən Yox, filmlərin deməyəcəm. hamısı uğru olur. Yox, öz filmlərindən My də. name is intiqamdan Öz filmlərindən Başlasa da səmimiyyətdən danışırıqsa başqa nəzərə alın ki, prodüserin qeyri-səmimidir. Filmləri olur ki, mən tək öz filmlərində çəkilməmişəm ki, qardaş, mən 20-yə yaxın filmə çəkilmişəm. Şuralar ki, hamısında baş rolda olmuşam. O filmdə də baş rol ifaçısı olmuşam, amma deyirəm ki, kaş ki çəkilməyəydim. Bax, məsəl üçün mən 20-yə yaxın filmimdə çəkilmişəm, amma bir film olub ki, orada 25 nəfərə yaxın doğrudan tanınmış aktyorlar olub və elə sən aktyorlar etiraf var ki, elədin, hə, xalq artisti yumurta. olub orada. Aha. İndi yoxdur həyatda, dünyasını dəyişib. Yumurta filmidir. Bax, mən səmimi deyirəm ki, o mənim ilk filmim olub. Çox Mən peşmanam. sənə bir söz deyim. İlk çəkildiyim film Üç Badan Bir Qoz olub. Film olaraq mənim üçün hal-hazırdakı 35 yaşlı Əlixan üçün uğursuz bir filmdir. Dostlarımla bir yerdə eləmişdik. Peşmanam mı? Hə, peşmanam. İndiki ağlımdan. O vaxtı yox. O vaxtı xoşbəxt Bunlar ikisi də etiraf edirəm. elədilər İkisimiz də hamısını. etiraf Amma elədik. adını Biz istəmirəm, səmimi. deyəm. Mən səmimi dedim, Nicat səmimi dedim. Mən nəyə görə prodüserin birdən xətrinə dəyməsin Mən kimin xətrinə deydim? Mən istəmirəm, fikrimi amma- bildirdim. Heç kimin xətrinə deymirsən axı, bu sənin subyektiv fikrindir. Suala cavab vermək Adın istəmirsənsə, denən. o hesabı ödəyərsən, nə var ki? Ha? Yo, hesab ödəmək. Yolunda cavab verin. Bu anda bir dənə səs vermək eləyək, xahiş edirəm. Mən də bir səs Müşfiq verəcəm. səmimidir yoxsa qeyri-səmimidir? Xahiş edirəm, tez. Qırmızılar nədir? Səmimiyəm yəni. Hə, çox sağ olun, sağ olun. Yəni bu dəqiqə veriliş bu anda bitsəydi, hesabı Müşfiq ödəyəcək. Düzdür? Düzdür. Niyə qırmızı Yox, səmimiyyət dayan da, dayan. deyil? Qeyri-səmimisən. Amma sənə qeyri-səmimisən. Qoy düşünən nəyə görə qeyri-səmimiyəm? Buyur. Filmin adını eşitmişsiniz. Hə, bu suala görə Bu qaldınız suala o ki, görə. hə. Yəni bundan qabağa görə Yox, onun səs verməsi eləməmişik.
Bundan qabağa görə yaşı Bir dənə söz deyim, bax, şükür Allaha ki, mən də Əlixan sən olub, uğursuz filmlərimiz olub, uğurlu da olub. Uğurlar daha çoxdur da, Bəli, düzdür? uğurlar daha çoxdur. Dünyada aktyorlar var, rejissorlar, bəstəkarlar və s. və ilahır. Sənət adamları hamısı boynuna alır ki, misal üçün bir layihə var idi, orada iştirak elədim və buna görə peşmanam və bu normal bir şeydir. Ancaq Azərbaycandadır ki, heç kim heç nə demir ki, birdən xətrinə dəyərəm. Yaxşı, onda sən etiraf edirəm. Amma bir film vardı ki, onun 2 dənə adı vardı. Bir adı Xataydı, sonra onu elədilər, belə konsert sayağı bir ad elədilər. Gələrsən, görərsən adlı bir film. Mən orada yarısından sonra qadın obrazına girirəm. Mən heç kəsin işinə bir şey demirəm. Amma Uğursuz oldu da. uğursuz oldu film. Bilirsən, yəni mən qala günü özümü çox narahat hiss elədim. Bir film oldu ki, biraz mən utandım. Bilmirəm, amma tam getməyim isinə. Biz o yumurta filmi mən dedim, Əlixan obraz filmidir. Onu biz yalandan pis dedik ki, sən açıq əsən. Öz fikirləri kəsəsiz vermək istəyirəm. Təbii ki. Montajda şeylər, o sualı verdi, müşfiqdi də aləm verdi bir-birinə. Müşfiq də Qardaş, çox sağ ol. Onda mən də bir yerdə söyüş qoyacağım ki, mənim də sözümü verəm. Dedim ha. Hapso dedi. Allah sağ ol. Buna mən pis elədilər, özləri yaxşı oldular. Allah. Tehran şirini yola salar. Amma mən Müşfiqə həmişə fikir vermişəm. Müşfiq də oradan da çox belə səliqəsi, giyimi, yəni özü, belə parfum, cürəbəcə müxtəlif parfumlar, zarafatsız, maşınında. Mən bilirsən parfuma nə qədər pul verirəm. Bugün sən parfuma pul verməyəcəksən. Çünki bizim xüsusi sponsorumuz olan Vay. Rossmann buradadır, belə alqışlayaq. Buyurun, xahiş edirəm. Rossmann sənə elə bir hədiyyələr qoyub ki, bura. Burada da oradan kişi baxımına aid nə var? Hər şey var burada. Parfumlar var ki, baba, bir dənə buna baba, buna baba. Bir dənə bunu göstərin, baba. Orijinal. Bəh, doğrudan orijinaldır. Bax, burada QR kodu var. Qoxu iyindən, qoxudan xoşbəxt oluram. O xoşbəxtlik Mən də. hormonlar Bildim, var da. bildim. Onlar elə ki, çiçəklənir. Pis qoxudan da pis oluram da. Pis Yəni dəhşət pis oluram, qanım qaralır, nə bilim, özümü narahat hiss Yəni, edirəm. Hətta o yox, maşına belə minəndə, kimsə maşına minəndə mən yol gedəmirəm. Hiss eləsəm ki, oradan siqaret iyi gəlir, nəsə bilir. Mən yol gedəmirəm. Narahat oluram. Danışıb, deyir, qoxu iyindən, qoxu iyidir də. Hə, sonra yazma düşdü ki, ikisi də eyni şeydir. Pis qoxu. Kəsərsən onu. Sən də yanında bir dənə qoxu buraxmaq olmur ya. Instagram uşağıyam da mən. Nəyi kəsəcəyik, kəsməyəcəyik özümüz qərar verəcəyik montajda. Axırda görsən necə biabır eləyirik. Mən sizin hörmətinizi eləyəcəm, qardaşlar. İnşallah. Hər bazar 20:00-da biz sizin qarşınızdayıq. Bu Alman dəqiqliyidir. Amma Alman keyfiyyəti deyəndə Rossmann yada düşür. Rossmannda siz nə tapa bilərsiniz? Qida məhsulları, ev və körpə uşaqlar üçün məhsullar, hətta kişi baxımı üçün məhsullar var və ev üçün istədiyiniz hər şey tapa bilərsiniz. Bununla yanaşı gündəlik həyatınızı asanlaşdıran məhsullar və başqa yerdə hər zaman rast gəlməyəcəyiniz praktik məhsulları Rossmannda tapa bilərsiniz. Məsələn, Damol sehirli təmizlik süngəri. Heç bir əlavə təmizləyici vasitəsi olmadan, sadəcə su ilə müxtəlif səthlərdəki ləkələri və çirki yox eləyir. Divar, plastik, keramika, hətta ağ ayaqqabıları belə tərtəmiz eləyir. Rossmann, sərfəli qiymətə Alman keyfiyyəti. Təşəkkürlər Rossmann. Hər vaxtınız xeyir olsun. Müşfiq bəy, xoş gəlmisiniz. Salam əleykum, xoş gördük. Müşfiq bəy, siz bir müsahibənizdə qeyd etmisiniz ki, mən öz ixtisasıma uyğun olaraq yaxşı dram rolları canlandıra bilərəm. Bir də canlandıra bilərsiniz deyəndə ki, sizin o dram janrında olan Kurtişi filmində dram rolunu canlandırmışdınız da. Nədən narazısınız ki? Üç dənə narazı deyirəm. Bəli, mən orada göstərdim ki, mən dram oynaya bilirəm də. O dram filmi də, düzdür? Geç sən, yaxşı oldu. Belə cavab olmur da. O qonaq gəlir, sən yaxşı, elə şey olur. Sonra O sual ver. Hə, 2 dənə zarafat evdən sana qoyub civə gəlmisən. Mazğını bayaqdan xarab eləmisən, nə bilim, belə gəldi, belə yenə. Nə qədər istəyən danış, hamısını kəsəcəyik. Deyil, Buyur. qardaşım, deyil. Bəli, mən dram və kino aktyorluğu fakültəsində təhsil almışam. Qardaş deyir ki, siz deyirsiniz, yumor aktyoru dramı da oynamalıdır. Axırıncı filminiz dram idi da, yəni ki, gülənməyib də ola bilsin də. Mən də deyirəm ki, bəli, mən ona göstərdim ki, dramı oynaya bilirəm. Oynaya bilirəm. Məsələ bağlandı.
Yox, siz qeyd etmişdiniz ki, müsahibənizdə dram rolları canlandırmaq istəmişəm. Bəs narazılığınız var ümumiyyətcə? Nədən narazılığım var? Yəni dram rolunu istədiyiniz qədər canlandıra bilmisiniz orada? İstədiyim qədər. Bəli. İstəyirsən burada da bir dənə canlandırım, prosta bilmirəm sonra nə olacaq. Canlandırım. Nəyi canlandırırsan? Əlvida Fərida, əlvida. Ara getsən. Allah, nə olur bana? Çünki Kənanla sən Ara getsən. calaşdırıcıydın, dram oyuncuydun. Doğrudan o da. Ha, dram aktyorudur. Onda ver bir dənə musiqi. Mən istəyərdim Nicat, Kənanla Müşfiqin arasında dram Sevgi dram olsun. ola bilər. O çox yaxşı şey. Bir dənə Getdi. xahiş eləyə bilərik. Ha. Bir sən nədir Müşfiq? Gəl belə bir şey elə. Gəl bura. Təsəvvür elə ki, sən eyvanın altındasan, ikinci mərtəbədə qalır sevgilindir. Qadın obrazı canlandırırsan da sən. Sən qadın tərəfsən, o kişi tərəfdir. Aha. Eyvanın altındasan, küsüşmüsüz gecə saat 2-də telefonda. Gəlmirsən ki, bəs üzr istəyirəm, o da naz eləyir sənə. Kənan, məni biabır eləmə ya. Gir. Rola gir, obraza gir. Qızsan. Oyna. Gəlmə bura, küsmüşəm. Sənin üzünü görmək belə istəmirəm. Gəlmə, getmə, bax belə. Kişi olum da onu. Bəyəm o. Yox, deyil ya, aktörlüğü kim bacarır? Xanımlardan kim oynamaq istəyir? Gəlin əsl xanım olsun. Əlini qaldırsan. Aktrisa xanım var burada. Kim özünə etibar eləyib, güvənir istedadına? Gəl. Amma ucadan danış. Ucadan danış. Gəldim. Gəl. Ay Allah. Nə Eyni gözəl məsələ. zikr oldu. Küsmüsən, əkizlər bürcü. Buyur. Küsmüsənsə barışaq yarım. Bizi sevməyənlərə ar olsun yarım. Niyə küsmüsən aşkım? Düşülü eləyirsən. Düşürü edirəm. Hə. Nə olar ki, adam sevgisini yəndə düşürür. Hə? Elə hərəkətlər aparsan da özünü. Dədündən istəyirəm, o da eyni şeydir, sən də eyni şeydirsən. Ürəm, Məcnun, o boydana Məcnun dəli olub səhralara düşüb. Dədəmin qabağına açan çıxmısan, Dədündən gəlmişdim də səni istəməyə. O da elə dedi ki, düşüylü eləmə, yer işin eləməkdir. O, bəs də ürəm, mən səni sevirəm, aşkım. Mən çək. Çək. Sübə. Geysən, gedək biraz dənizlirağın gəzək. İstəmirəm. İstəmirsən? Dram, belə. İstəmirsən, ha? Yox. Bəs mənim isimdəki hisslər? Oyda. Hə? Hisslər bir Bəs bu qədər vaxt, Mənim bu də qədər vaxtım sənə gedib sərf də. edin günlər, hə? İstəmirsən, hə? Mənim də vaxtım gedib də. Sən bilmirsən, mən evin tək oğluyam. Yetimçiliklə böyümüşəm. Vay. Bu qədər insafsız, bu qədər vicdansızlıq eləmək olar? Bəs mən İstəmirsən, hə? neyniyim? Sən nə eləyəsən? Ev yoxdur. Mən bilirəm sən nə istəyirsən. Sən o gəliri qapıza tez-tez bahalı maşınla çıxırsan pəncərəyə onu görməsin. Mən bilirəm sənin ürəyin ondadır. Malda, mülkdə olan. Oyda. Çox sevirdim pulları, ala 10.000 dolları. Yox, Əgər siz tez kökəlməyin səbəbini axtarırsınızsa, bu insulin dirənci ola bilər. İnsulin dirənci yüksək iştah, şirniyyata meyl və davamlı acıq hissi yaradır. Sizdə də belə hallar varsa, bunun qarşısını təcili almalısınız. Çıxış yolu isə çox sadədir. Alfa-xrom. Alfa-xrom iştahı azaldır, şəkər və şirniyyata meyli azaldır, insulin dirəncini azaldır, qarın və bel nahiyəsində piy qatlarını azaldır və qaraciyərin yağlanmasının qabağını alır. Və üstəlik tərkibindəki alfa-lipoil turşusu qüvvətli antioksidantdır. Bu da qocalmağın qabağını alır və dərini cavanlaşdırır. Alfa-xrom İtaliya istehsalıdır. Təşəkkürlər Alfa-xrom. Salam Müsfiq bəy, necəsiz? Müsfiq bəy dedi. Şirin. Ay Şirin. Necəsiz Müsfiq bəy? Adam miyak qızına qala belə. Müsfiq bəy. Bəli, Müsfiq eşidir sizi. Müşfiq bəy, 24 il bundan qabaq ölkənin ən çox izlənilən proyektində ən çox sevilən 25, aktyorlardan biri idiniz. 25. 2001-ci il və indi 2026-da 25 il bundan qabaq. İndi də yetərincə sevilirsiniz və məşhursuz. Çox sağ olun. Öz ölkəsində ən az siz qədər tanınan aktyorların birinin maşın kolleksiyası, birinin binaları, birinin böyük biznesi var. Bəs sizin nə eviniz var? Bir dənə zəhmət olmasa xanıma Xaricdə demək orada bir istəyirəm. dənə ruska ilə kağız verərsiniz. Var orada ruska kağız, yoxdursa yadına saxla. Ya yaz. Döşəm. Telefona yaz. Döşəm.
Mən də şükür edirəm bu günümüzə. Doğrudan şükür edirəm. Bəli. İnsan şükürlə yaşamalıdır. Kimin nəyi var, nəyi özünə qismət. Mənim də, məsələn, ayağımda varikozum var. Təziyim var, şəkər var. Şəkər əla. Panik atak zad var məndə. Bilirəm. Onu da təzəlikcə öyrənib. Ha, yəni Instagramdan. mən narazı deyiləm yenə. Mən bunlardan. Adam var ki, heç nə yoxdur. Amma mən bunlar var. Bunlarım var, mən yenə də ondan xoşbəxtəm. Müşfiq, çox xahiş edirəm. Xanım, Mən demək istəyir ki, Mamulçdən danışıram. bilirsən, sənin səviyyəndə olan aktyorlar var ha, xaricdəkilər. Aha. Onların maşın kolleksiyası var. Yəni sənin səviyyəndə Ya, olan. onların səviyyəsi odur da. Məsəl üçün, Allah səviyyəsi olan adamın normal bir şəkəri təzyiq olmalı da qardaş da. O işte. Səviyyəli adam. Maşın nə? Maşın, Sən də o maşın bir səviyyədəsən. dənə olaraq oraya girsən, danışırsan, aşağı yuxarı, sən ölənlərimi gör. Biraz bunu sən qurbanım, biraz get. 200 minə salıb maşını alırsan. Yalvarsan, zad edirsən, bir dənə maşını alırsan, başlasan onu sürməyə. Hər ayın da axırı gəlib kritin vaxtı zadı çatanda bir həyəcan bədəni bürünmədi. Özə şəkərin qalxmadı, baktozoqdan bir dənə götür dərman atmadı ki, ola səhər 2500 manat, mənim 3500 manat bir şey ödəməliyəm maşın kriti. Yəni bu olmalıdır. Ya kolleksiyası var. Nəyinəm kolleksiyanı məsələn? O nəyir? Onun o səviyyəsi odur, o kolleksiya başa düşmədim. Bizdə necə? Bizdə gözlər var ki, xüsusi bizim qohumlarımız, mən öz qohumlarına danışıram. Azərbaycanda ümumiyyətlə Elədir, biz bəli. biraz qəribə cəmaatıq da. Nəfsimiz var. Nəfsimiz var. Bizdə kolleksiya zad olmaz. Çox olar biz üçün. Maşını 2 dənə elədiysə belimi sındı. Məsələn, evinizi 2 dənə elədiysə bel sındı. Məsələn, soruşacaq, hardan gəldi bu? Nə ilə qazandı bu? amma da edirlər Bəs ki, mənim oğlum səhərə qədər işləyir, o niyə alanmır? Bax, bizdə belə şeylər var, yəni ona görə kolleksiya zat bizə yaraşmır. amma onlar da bizim əziyyəti bilmirlər axı. Biz nə əziyyətlər Əlbəttə, bizim çəkirik. əziyyətimizin qarşısında əslində belə şeylər olmalı idi. İndi yoxdur, yenə buna da şükür edirik. Amma xanım sağ olsun, mənim şiirimi bayaq nə də sığ elədi, qalıb ürəyimdə. Oy, şirincə mənasın. Müsik müəllimə daha başqa nə sualınız var? Yox, xanıma yaraşır da şınısı eləmək. Doğrudan, xanım özü də belə şirin xanım oxşayır. Sirin. Sı da ona Sirin xanıma. Sağ olun. Və doğrudan da qadın böyük qüvvədir. Yəni, qadın şığını sığ eləyə bilən qüvvədir. Deməli Müşfiq, bu yaxınlarda eşitdiyimə görə hansısa bir restoranda oturmusan, dostlarınla yaxşı yeyib içmisən və axırda hesab gəlib 800 manat. Və 805 manat. 805 manat. Sən də orada böyük bir stres keçirtmisən. Stres də ki, mədə bağırsaq sistemini pozur, onu bilirsən, düzülmürəm. Mən 2 gün ayaqlarımdan çıxamadım. O necə olmuşdu hadisə? Onu danış, sonra sənə bir sözüm var. Bütün saytlar onu paylaşmışdı. Əslində heç elə olmağını heç o qədər istəmirdim. Bakıda restoranlarımızın birində oturmuşduq, amma necə oturmuşduq? Mən ailə üzvlərimizlə getmişdik ora. 3-4 dənə uşaq, 5-6 nəfər də böyüklər. Orada içkisiz plansız bir məclisdir də. Uşaqların da yediyi, nə bilim, nagis olursa. İndi demirəm biz də yeməmişik, yemişik, kabab mamadan yemişik. Amma bu böyük bir yeyib-içmə üsulu olmadığı üçün mən də neçə illərdir dayı biz günümüz belə məclislərdə keçir, bilirik də harda nədir bu. O restorana birinci dəfə də getmişdin? O restorana birinci dəfə yedim. O restoranın müdiriyyəti ilə də tanışdığımız var. Köhnədən biz başqa bir məkanları var. Oradan biz tanışıq. Hələ mənə endirimlə onu gətirib verəndə mənə biraz da təsir edən o idi. Yəni endirimlə Bu qədər. bu qədər 1000 manat olub, 100 manat olub, onu 70. endirimlə. Yəni mən Bakının heç bir yerinə görməmişdim ki, 75 manat servis haqqı və ofisiantların da biz hörmətini həmişə eləyirik və bu servis hara gəlir çıxır? Yəni 75 manat necə servisdə ola bilər? 75 manata hansısa kafedə Heç mən maşını servisə verəndə o qədər xərc çıxmır. Hayır, sağ ol da. Yəni bu şeydə var. Onun üçün də mənə xoş gəlmədi. Mən də çıxdım, çöldə bir dənə qəşəng paylaşma elədim ki, Allah sizə insaf versin. Bəli. Yəni stres yaşadın da bildin. Əlbəttə, deyirəm ki, 2 gün evdən çölə çıxamırdım ki, qarın bağırsaq pozulmuşdu. Pozulmuşdu və ona görə də mədə bağırsaq sistemi pozulanda bu hallarda nə edirsən? Linux Forte var. Bu sənin köməyinə çatacaq. Linux Forte. Sən görə Linux Forte-ni alıb cibə qoyardın. O anda onu atardın. Əli xan, buyur. Linux Forte faydalı bakteriyaların hesabına bağırsaq mikroflorasını balanslaşdırır, həzm prosesinə dəstək olur və şişkinlik hissini azaldır. Xüsusilə qidalanma rejimini dəyişənlər və yaxud antibiotik qəbul edənlər üçün Linux Forte birmənalı şəkildə bütün mikrofloranı balanslamağa dəstək olur. Və ən əsası, Linux Forte Avropa keyfiyyətidir. Təşəkkürlər Linux Forte. Bir də bir şey deyim, Allah oradan artıq eləsin, yəni gözüm yoxdur. Hər bir
sözə qarşı bir sponsorunuz var ha. Allah səyahətə getsən. Nə bilim, sustamısınız? Buz kola. Olmadı ki. Qarnın ağrıyır. Ay sən. Next Forte. Linux Forte. İndi hala gedişatda indi bilmirəm də nələr olasa. Qonağa uyğun sponsorlardır da. Osman. Yemək verilişində inşallah sənə də bu qədər sponsor arzu eləyirəm. İstəyərdim ki, sənin də işlərin uğurlu olsun. Doğrudan. Bu verilişdə olmağın ən böyük uğurundur karyeranın. Öpürəm səni. Amma mən də bir dənə arzu edirəm ki, orada dost kimi arzu edirəm ki, inşallah hər şeyə baxıram ki, uyğun sponsorlarınız var. İnşallah mən buradan klinikalarımıza səslənirəm. İnşallah o gün olsun ki, bir dənə qəşəng bərkədən bir klinikada sizin sponsor olsun. Sizin başınıza bir çağrı qılsın. Bir tük əksin. Müşvik. Və deyəsiniz, tükünüz yoxdur. Yerində mənə sökəcə qırağa, burada tük əkəsiniz. Ay sağ. Məsələn, tüklü adam gələndə ondan götürüb kiməsə əkəsiniz. Belə yəni ki, əsas odur ki, iş getsin də. İş getsin. Amma sizin başınıza məncə o klinika bankrot olar. Bura, bir də hardan götürüb oraya əkəcəklər? O var. Səndən. Dur ayağa Kənan. Ayağa dur. Xoş gəlmisiniz, buyurun. Salam, xoş gördük hər birinizi. Müşfiq bəy, sizi də salamlayıram, xoş gəlmisiniz. Sağ olun, qardaşım. Müşfiq bəy, ümumiyyətlə siz istedadlı insansınız. İncəsənət Universitetini bitirmiş savadlı aktyorsuz. İllərdir sizin filmlərinizə baxaraq, yəni üzümüzdə təbəssüm yaranıb. Bunun üçün öz adımdan sizə təşəkkür edirəm. Amma yaşınızın elə yeridir ki, sizə bu sualı rahatlıqla verə bilərəm. Bir qurt çıxsa qarşına, sən nə edərsən ona? Nə çıxsa? Sən nə edərsən ona? Bir ruh çıxsa? Bir qurt çıxsa qarşına, sən nə edərsən ona? Bir dənə o sifətdən necə döndü? Aa, bizim qardaşdır. Bir çoxlu qabiliyyəti var ona Bir görə. qurtsa qarşıma, Sən nə edərsən ona? mən nə edərəm ona? Yəqin ki, balaca Baxır qurtdur. hansı qurtdan da? Məsələn, Biri var alma qurdu. bir var adamın içində olan qurtdan. Yox, Bir onu də var deyəm mənim mənəm. balıq tutmağı qurt. Canavar tire Canavar qurd. qurdu. Canavar qurdu. Volk. Bir volk onda çıxsa qarşıma, mən nə edərəm orada, onu efirdə deməyim də. Onu edərəm. Mən başa Nə düşürəm. vaxtınızı olmaya təşkil edəsiniz? Nəyi? Qurt qarşınıza çıxanda nə etmək lazım olduğunu. İkimiz bir yerdə çıxalım. Gör orada nə edəcəyik. Kömək eləyərsən, mən də gəlirəm. Əlbəttə ki. Sən kömək edərsin mənə. Hadi ha, gələrik. Adamın qabağına qardaşım qurt çıxsa, nə edər orada adam? Mən şəxsən belə çox dərinə getmərəm. Sən çalışmarsan, Bax, ona mübarizə aparasan, nə bilim, Necə? mənim bərəfələ çıxasan. Qurtla. Mənə mübarizədən gəl bu günədimə. Çünki bizə nədir? Bu gün 2 dənə keçəl çıxıb qabağıma, bunlar nə iş deyirəm mən burada. Amma buradayam. Qurt da çıxsa, bu çox ağır olacaq. Gəlin biraz yüngül bir şeylərə keçək, biraz rahat bir şeylərə. Yüngül. Necə? Heç nə. Ən maraqlısı bilsən nədir? Bax, deyir ki, bir qurd çıxsa qarşına, sən nə edərsən ona? Hamının ağlına canavar gəlir, Müşfiqin ağlına soxulcan gəlir. Hədə mən o deyirdim də, meyvə qurdu. Doğrudan. Hərə özünə görə ölçür Hərəm də. beyninə görə. Bəli. Bəli, mən ilk ağlıma soxulcan gəldi. Qane elədi cavab. Öpürəm. Alışlıq qardaşım. Salam, hər birinizi salamlayıram. Çox sağ olun. Müşfiq bəy, siz 11 sentyabrda doğulmusunuz. Bəli. Həmin tarixdə əkiz güllələri vurub deyə ABŞ çox şey itirib. Sizcə Müşfiq Şahverdiyev həmin gün anadan olmasaydı Azərbaycan komediyası nə itirərdi? Aa, maraqlı sual. Oyda. Maraqlı sualdır. ABŞ həmin günü mən onda uşaq idim təbii ki, o güllələr vurulanda. Neçənci ilsən? ABŞ tam heç bilmirdim ABŞ ümumiyyətlə hara deyirlər. O Kəmalə xanımın mahnısı düşdü yadıma. Atış əlimi yapışdı. Əlimi yapış. Mən elə bilirəm ki, Azərbaycan komediyası böyle bir şey itirməyəcəkdi. Amma Azərbaycan toyları çox şey itirə bilər. Getmirəm toya. Toya getmirəm. Hətta Azərbaycan komediyası qazanır. Nəyə görə Məməzim? Çünki elə bir zamana gəldik, çıxdıq ki biz. Onsuz da bu Instagramdan çıxanlar, TikTokdan çıxanlar dostlarıma xəttə dəyməsin. Bizi onsuz da unutturacaqdı. A olduq, a olmadıq. Başa düşdünüz? Zarafat bir yana, mən bir şey tam səmimi demək istəyirəm. Müşfiq doğrudan da çox istedadlı bir aktyordur. Və Çox sağ olun.
Mənə sual versələr ki, mən də aktyoram, düzdür? 2 dənə aktyor hansı ki, Fərdə ilə Elməddin olmasaydı, Müşfiq olacaqdı. Ya, Fərdə, Elməddin, onlar da mənim dostlarımdır, onlar da çox sevirəm, onlar da çox istedadlı aktyorlardır, doğrudan da. Amma 2 aktyorun adı çəkilsəydi, ölkədə ya, yəni ölkədə nə qədər aktyor var? 11-i Müşfiqdir, vallahi. Mən o qədər çox istəyirəm ki, sənətini, özünü. Bir 50 nəfər tamaşaçı var. Mən düz deyirəm, yoxsa yox. Yəni Müşfiq, alqışla bildirin. Dediklərim doğrudur, yoxsa yox, alqışla. Bəli. Nicat, deyir, dostu yolda tanıyarsan. Deməli, 2018-ci il idi. Biz səninlə gastrola getmişdik. İsveçrəyə, Jenevaya getmişdik. Mən Müşfiqi onda tanımışdım. Amma əfsuslar olsun, mən burada çox şey danışa bilməyəcəm. Biz oradan çox gözəl xatirələr var. Doğrudan çox maraqlı səyahət idi. Biz Kəkliyotu filminin təqdimatı keçirdi. Nümayişi keçirdi oradan. Qalası. Biz bir neçə aktyor heyəti ora getdik. Və başımıza gəlməyən hadisə qalmadı. Və yəni orada mənim elə pasportumun yanımda qalması, təyyarədə qalması təsəvvür edir ki, Nizad, hamı keçib, İngilis dilinin yenə də bir aralarında biraz bilənlər var. Mən ümumiyyətlə bilmirəm. Pasaport. Hani, pasport qalıb təyyarənin içində. Dilərə, Əlixan. Pasport, neyim pasportu qalıb təyyarənin içində. Yəni, təyyarə təmizliyə getmişdi. O təyyarə qayıtsaydı, mən ortada qalacaqdım. Mən qalacaqdım ortada, bir neçə gündə qalacaqdım orada. Dil də bilmirsən. Təsəvvür et ki, bir dənə yekə dodaqları belə sallanan bir dənə it gətirdilər. Mənə iynətdirirdilər, zad edirdilər. İtlə bunlar danışırdılar aralarında. Hani it İngilis dili məndən çox bilirdi. Yəni oralar elə danışırdı onlardan. Ki mən ay Allah sənə qurban olum, mən tək qaldım buradan. Neyniyim mən, kimə dərdimi deyim ya? Çox belə amma nə yaxşı ki Allahıma şükürlər olsun. Yoxsa mən o gözəl anlar ki var, Əlixan deyir, yaşaya bilməyəcəyim. Mən qalacaqdım orada. Sonra ola qaydanda elə mənlə görüşüb təzə qayıdıb gedəcəkdi. Özünəm ən bahalı oteldə yer ayırdı bizim üçün. Qardaşın girib içəri, onda o kofe aparatları, belə qəribə bir kofe aparatı var idi orada. O kofelər var, şəhər kapsula qoyursan ora, mənim nə olur? Onu mən orada gördüm, onu mən stəkana tökürdüm, içirdim. Müşfiq bir ölkəyə girəndə problem yaşadı. Bir də çıxanda. Ondaydı mən. Yadımda da. Ay Müşfiq. Yaxşı adam, sən bir dəfə də Avropada olub, uğramışlar sənin sumkapa. Bir dəfə də bir dənə mayka ilə, bir dənə şorti ilə o biabırsız vəziyyətdə qayıtmışam Bakıya. Mən yadımda deyil. Biz 15 günlük Avropa səyahətinə çıxmışdıq. Xəyal ilə deyəsən. Xəyal doktoruna, Xəyal doktoruna salamlayıram buradan. Salamlayırıq. Doktorla getdik Macaristan, Avstriya, İtaliya filan gəzdik. Ağırda pizza qulləsində orada bizim hər şeyi uğradılar. Elə əynimizdə də bir dənə nə vardı? Sarı rəngdə şorti, bir dənə də ağ mayka. Onunla belə qışlarımızı tutub bizim aeroporta çıxdıq. Bu nə deyir səndə bu? Amma onu sənə ki, onun özü də bir macəradır. Valla, onun özü də bir macəradır. Sənə bir sual verim. Evdə təksən, acımısan, halın da yoxdur, düşəsən, restorana gedəsən falan. Nə bişirib yeyərsən evdə? Mən sənə deyim də, mən ümumiyyətlə, mən qurbanam da, özüm bilirsən də, mənim yemək verişim də var. Verişimi də istirahatim üçün edirəm, o yemək. Mən dadlı yeməkləri çox sevirəm. Özüm də Cənubda böyümüşüm deyənə, bilirsən də bizim pilovlarımız, nə bilim, ləvəngilərimiz çox. Zəngindir mətbəx. Onun üçün dadlı yeməkləri üçün inan, mən Zaqatalan Cımcımaq kəndinə gelmişdim. Orada Uralla çaylar, zadlar keçirlər. Nədir, orada biz oranın, o kəndin özəl yeməkləri vardı. Getdik onu yedik. Avtobuslar işləmir. Ancaq Urallar gedir ora. Mən yəni getmişəm, orada qonaq olmuşam ailədə. Mən özüm evdə olanda yemək bişirə bilirəm, amma çox vaxt kənd yumurtası ilə pomidor yumurta və kalbasa qızardıram qəşəng. Və yaxud da sasiqanı doğrayıram, üstünə yumurta vururam, yeyirəm. Kalbasa. Aha. Bəli. O bilsən nə olur? Ən rahat odur. Dadlı kalbasa da. Dadlı biraz dadsızlar da olur, amma dadlılar. Yeri gəlmişkən, xüsusi sponsorumuz olan Halal Neymət Min Bərəkət Səyyarə şirkətinin 30 ildir bu şirkət fəaliyyət göstərir. Bəli, Halal Neymətin baba, bütün sosisləri, kalbasalar çox dadlı olur. Bəli, müxtəlif kalbasalar. Burada manqal üstü də var, sosislər. İndi orada nəsə hörmət edirəm. Hamısı sənindir.
Hamısı sənindir, Müşfiq, ağlama. Paxıllığı tutacaq sponsor sayına. Bəli, Sağ bəli. sağ olasın qardaş. Xahiş edirəm bu Müşfiqin. Allah verən əlizi kəsməsin qardaş. Görsən verilişimiz nə yaxşıdır, hədiyyələr. Hara Ancaq aparma? hədiyyələr. Ora qoy. Müşfiqin aparma. hədiyyələri, fuqara ver fuqara. Uzağa aparma qardaşım. Halal neymət, min bərəkət. Təşəkkürümüzü bildiririk. Bir tamaşaçı kimi tərəf müqavili olduğunuz aktyorlardan daha çox sizə hansı gülməli gəlir? Fərda Elmədin yoxsa İlkin Miskərli? Doğrudan sən üçü ilə də Üçü ilə də bəli öncə. oynamışıq. Amma Elməddinlə biz uzun illər idi oynamamışdıq. Sonra bu yaxınlarda Qaraqura serialında bir yerdə oynadıq. Amma filmdə ümumiyyətlə rastlaşmamışıq. Ən çox təksəbir layihəsində Təksəbir oldu. Qaraqurada oynamışsınız axırıncı dəfə. Qaraqurada başqa Amma heç gərək yardım heç eləmirdi. oynamazdınız onu. Ha, gördün? Elməddin eşitdin də yəni oynamazdın. Özün Yox, zəngin Elmətdən görə deyirsən, yoxsa... Yox, mən Müşfiqə görə deyirəm. Elməttin, mən sənə demişdim axı mənə çəkilək. Hə, Oy Allah. Olur da nə diyor, həyatdır. Qarın getdiyicə səslər duyur qarnımda. Məsələn, İlkin mən ən çox nə xoşuma gəlir? İlkin Miskərinin dəhşətli dərəcədə improvizə qabiliyyəti var. Çox. Yəni İlkin Miskəri birdən-birə səhnənin gedişatında elə bir dənə improvizə edə bilər ki, məsələn, qarşı tərəf oynayan aktyor özünü saxlaya bilməz. Səhnədə gülər. Özü belə saxlaya bilmədim, Linux var. Ha, yox. Yüngül səslər eşidirəm məsələn biraz atacam ondan. Mən şəxsən... Mən fikrimcə, sən Mən üçü də dostlarım, üçü də istedadlıdır, söhbəti yox, onu bildik. İlkinlə də mən illərdir çalışıram da. İlkin məni daha çox güldürür. Yəni yox, mən belə səmimi dostlarımız demirəm, onlar güldürmür, onlara da güldürəm. Ondan söhbət etmirik. Aktyorlar da hamısı öz sahələrində, maşallah filmlərdə, seriallarda sözünü demiş adamlardılar. Amma bir dənə bir şey deyim sizə. Allah üçünü də rəhmət eləsin. Hicran tamaşasında Siyavuş Aslan, Nəsbə xanım, bir də Hacı Baba Bağırov. Bildiyim qədər üçü də bir-birinə danışmırmışlar. Bəli, orada o səhnədə o qədər improvizə olub ki, hətta əsəri yazan adam küsüb. Mən belə əsər yazmamışam, qardaş. Bunlar bütün improvizə ilə doldurmuşsunuz. Yəni, bunlar faktlardır. Bax, İlkin də elə bir ki... O yada bayaq ki, Müsfiq idi. Müsfiq. Müsfiq. Bax, mən yada. Mən İlkini elə görürəm. Hacı Baba, Siyavuş tipində. Yəni, onlar nə qədər improvizə edib bir-birlərini də səhnədə güldürüblər. Siz bizə yardım əlinizi uzada bilərsiniz. Orada bir-iki yerdə var. Hacı Baba Bağırov üzünü çövürür o divara. Təbii ki, gülməkdən özünü saxlaya bilmirlər. Ondan biz görürük, hiss edirik. Onun üçün İlkin daha gülməlidir. Ay Müşfiq, bayaqdan oturmuşuq. Bax, görsən nə gözəl məkandır, atmosfer. Sən burada olmuşdun? Məkan olaraq yox, olmamışdım. İlk dəfədə oldum. Yəni, çox əla, super məkanıdır oradan. Aşağısı da, yuxarısı da. Əla ürək əsən məkandır. Irish Bay Hollywooda öz təşəkkürümü bildirirəm bütün personala və bu atmosferə görə təyyamlar biri-birindən daxtını yiyəcəyik, bəli. Şəxsən, mənim əyrikim var, sənə şəxsən 20% endirim kartı verəcəm. 20%. Yəni da o 70 manat seyir hesab yoxdur. Bayaqdan deyirəm, istedad elə düzdür. Burada çox istedadlı dostlarımız var, amma bizim balaca dostumuz var. Ceyhun buradadır. Ceyhunu alqışlayaq. Ceyhun o qədər istedadlıdır ki. Xahiş edirəm, səhnəyə alqışlayaq. Ceyhunu alqışlayaq. Ceyhun, xoş gəlmişsən. Buyur. Əlixanın qonşusudur. Ən azından Əlixan belə gözəl istedadlı insanlarla qonşudur. Doğrudan. Məncə bəhrələn. Mən fəxr eləməliyəm. Xalq mahnısı oxuyacaqsan. Buyur. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan güzel yurdum, dumanlar başında duman göründü, duman göründü. Keçdi xəyalımdan güzel yurdum, dumanlar başında duman göründü, duman göründü. Deyirlər bülbüllər sanar yaxşıdır, insan sülalələrindən yaxşıdır. Şair sananlarından yaxşıdır, adı gəzərkündür, dastana döndür, dastana döndür. Əziz
Əziz və dəyərli qonaqlarımız. Müşfiq sizin verdiyiniz suallara cavablar verdi. İndi aşağı yuxarı eşitdik hamısını. Əgər düşünürsünüzsə, Müşfiqin verdiyi cavablar səmimi idisə, göy işarələri, qeyri-səmimi idisə, qırmızı işarələri qaldıra bilərsiniz. Buyurun. Oğlum, mən qeyri-səmimi heç nə danışmışım. Çox sağ olun. Biz yenə də Oğulsan sən. bəli. Öpürəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Səmimi idi. Bəli. Çok sizliydi. Hesap sizliği oldu. Sizli deyəndəki mənli idi. Ay cənaba. Bizim baş sponsorumuz Unibankın post terminalı gəlsin. Gəlsin. Yenə Nicat əlini atır cibinə həmişə kimi. Nicat əlini atır cibinə və Ərxanın kartını çıxardı öz cibindən. Öz kartımdır. Hesap məncə Baxmaq yaxşı hesab istəyirəm. olar da. Burada servis Ama aksadı. öz kartımdır. Əla. Bax gizlədi. O Bax qiymətlər Nijat. süper. Da nə Nijat. istəyirsən? Lap o qədər də böyüdür, orta. Nə? Hesab da indi lap... O sən verdiyin hesab var idi ya 805 ondan artıqdır. Bəli. Biraz da gördüğünü biraz artıq. Yenə Ben də- bu kadar adam var da qardaşlar. Yenə də hesabdır da. Ver. Ödəyirəm. Servis haqqı qoymaq istəyirsən bura qardaş? Bəli. Alqışlayaq. Servis hakkı yoktu orada. Və Əlxan, mən istəyirəm Müşfiqə bir daha təşəkkürümüzü bildirəm. Müşfiq çox sağ ol. Müşfiqin başı Dəvətimizi qarşıdır. qəbul elədin, gəldin. Çox sağ olun. Gənclər, sizə də gələcək fəaliyyətlərinizə uğurlar diləyirəm. Bilin ki, həmişə Müşfiq Şahverdiyev əminiz sizə dəstəkdir. Sağ ol əmi, var ol. Əmi, Allah sənə can sağlığı versin, uzun ömür. Bəli, Müşfiq bizim əmmimizdir. Çox sağ ol Müşfiq. Bu veriliş bizim qonağımız Müşfiq əmi oldu. Növbəti verilişdə kimi görmək istəyirsinizsə, şərh bölməsində adını qeyd edirsiniz və biz o adamı qonaq kimi dəvət edirik. Bəli, sağollaşmırıq, hələlik deyirik. Gələn həftə görüşərik. Səni daha sevmərəm, səni geri